Cəmaatın əgər kim desə ki, işləməyə, nə bilim, qazanmağa pulu yoxdur, yalandır. Dövlətə əl açıb, demə ki, mənə pul ver, o getdi. Nə deyir bu? Mənim day sözüm bitib. Milli Məclisin 71 yaşlı deputatı Səyyad Sallahlı deyir ki, Azərbaycan xalqı xoşbəxtdir. Azərbaycan xalqı yağ bal içində yaşayır. Valla, bax, bu ölsün beləcə də dedi. Hörmətli izləyicilər, bu 71 yaşlı qoca gözəl insana nə sözünüz varsa, şapıldadın gəlsin. Səyyad Sallahlının nəslini yad eləyək. Allah'a şükür cəmaatın vəziyyəti çox yaxşıdır. Hamıya da izah edirik ki, gör özünə işraq tutar, günah tutar. Sən gözləyirsən ki, dövlət mənə pul versin. Dövlət nə bilim, bir traktor versin, kombayn versin. Əgər 10 nəfər yığışın, gedib bir traktor alın. Heç kimə də minnət eləməyin. Sən tənbəlsən. İndi biz neyinəyək sənin üçün?